Mən belə təfərrüata getmədən deyərəm ki, iki əsas prinsip mən özümə çıxartdım, dərs kimi oldu. Birincisi oldu ki, bazarı idarə etməyə çalışmayın. Yəni bunu da bilməyəcəksiniz. Siz əməliyyat edə bilərsiniz. Yəni çalışın əməliyyat üzərində dəyişikliklərlə qazancınızı saxlayın və ya itkinizi azaldın, belə deyək. Bunu anlasaz bu prinsipi, bu sizə köməkli göstərəcək çox. Və bu da həm də o deməkdir ki, bəzən biz istədiyimizi gerçək kimi belə təsəvvür edirik özümüzə, amma elə deyil. Reallıq var və reallığı saymaq lazımdır. İkinci prinsip hansı ki, həqiqətən də bir dönüş nöqtəsi kimi oldu, bu işə bir biznes kimi baxmaq lazımdır. Yəni, biznesin bir qaydaları var, öz prinsipləri var və öz strategiyası var. Yəni, bu da çox vacibdir. Düşünmək lazımdır ki, mən başladım, indi hər şey eləyəcəyəm. Yəni, emosiyalar əsasında, belə deyək, hansısa motivasiya var indi yüksək, başlayırsınız və sonra bir uğursuz olan ki, motivasiya gedir, həmin an gedir. Sonra stres başlayır və hətta depressiya da olur. Görmüşük, olur və olacaq çox adam.